namazı qəzaya buraxmaq insanın bilə-bilə bu böyük günahlardandır. Dəhşətli günahlardan sayılır. Yəni şəhadətdən sonra İslamın ikinci dayağı namazdır. Namaza qarşı qətiyyən səhlənkarlıq olmaz. Və Ənəs radiyallahu anhu hansı ki bir döyüşdə yəni nə qədər il yarım qalanı mühasirədə saxladıqdan sonra deməli sübh namazına yaxın qalanın divarlarını, keçilərək qapılarını aça bilirlər və qızğın döyüş gedir. Çox dəhşətli bir döyüş gedir və artıq döyüş bitəndə də gün doğmuşdur. Və Ənəs radiyallahu anhu və hər dəfə xatırlayanda buna görə peşmançılıq hissləri keçirir və deyir, mən bu namaza görə dünyanın belə verilməsini istəməzdim. Yəni namaz ötmə hansı ki qıla bilməyiblər, yəni qılınc zərbələri altında olurlar. Yəni belə bir halda yenə narahatçılıq keçirir. Necə ola bilər ki, insan ağlı başında və namazlarını ötürsün. Çox dəhşətli bir haldır. Ona görə insan tövbə edərək namazlar üzərində davamlı olmalı. Əgər birdən yatıb qalarsa və ya unudarsa, yenə xatırlayan kimi qılmalıdır.